Sürücü işləri də var yoldaşlar. Mən sizə sürücü işlərindən də bəhs etmək istəyirəm. Onların arasında misal üçün gəlin ilk öncə ən yüksək məqbul olan 1300 manatlıq variantdan bəhs edeyim. Misal üçün bu satış təmsilçisi işidir yoldaşlar. Ərazi olaraq Sumqayıtdadır bu iş. Şəxsi avtomobiliniz varsa, sürücülük vəsiqəniz varsa B kateqoriyaya, idarəetmə, analitik düşünmə və problemləri həll etmə bacarığınız, aktiv ünsiyyətçil və məsuliyyətli bir şəxsinizsə, satış təmsilçisi olaraq Dubrar şirkətində işləyə bilərsiniz. Həmin şirkətdə başqa iş də olmalıdır. Sonra həmin şirkətdə təmsilçi sürücü işi də var. Evlərə çatdırılma üzrə yoldaşlar. Bu isə 700-800 manat verir. 20-40 yaşlı şəxslər üçündür. Burada isə ərazi Yassamalı Dəlmarov Gənclikdir və nəqliyyat vasitəsi verirsə Renault Docker və inacıqla da təmin olunursunuz. Belə bir variantdır. Burada sürücülük vəsiqəniz varsa kifayət edir yoldaşlar. Yəni burada artıq vacib deyil, qeyd olunmuyor. Yəni C olsun sizdə ya yox. Ona görə yəni rahatlıqla B kateqoriyanız varsa bu işə müraciət edə bilərsiniz. Əgər ki karyeranızı satış sahəsində qurmaq istəyirsinizsə, qurarsınızsa da sonra o biri vəzifəyə keçid eləmək bəlkə də sizin üçün uyğun ola bilər. Sonra sürücü işi 700 manatlıq Qoçət restoranında var. Bu necə bir sürücü işidir yoldaşlar? Ailəvi restorandır Qoçəti bildiyiniz kimi. Ora gələn qonaqların avtomobilini park etmək üçün tələb olunur yoldaşlar. Park etmək üçün tələb olunur bu sürücü işi. 20-38 yaşlı şəxs olmalısınız. Yəni əsas məsələ 38 yaşa qədər bir kişi xeylağı olun. Ondan yuxarı yaşda biri olmayın. Bundan əlavə sürücü işi 800 manatlıq BS üzrə 25-40 yaşlı olan şəxslər üçün də var. Bu Zeytin Farmadadır yoldaşlar. 800 manat civarında əmək haqqı verir. Avtomobil idarə edilməsində 5 ildən az olmayan iş stajı tələb edir. BS tələb edir sizdən. Və yeri gəldikdə, yəni zərurətlə əlaqədar şirkətin regiondakı filiallarına və digər regionlara əzəmətə gedə bilməlisiniz. Yəni razısınızsa bu şərtlərlə düşünə bilərsiniz bu işi. Sonra 1100 manatlıq başqa bir iş də var yoldaşlar. Y kateqoriyası üzrədir bu. Bu təhlükəli yüklərin daşınması üçündür yoldaşlar. Neft, qaz, təhlükəli yüklərin tullantılarının daşınması işidir. Gündüz və yaxud gecə növbəsi var. Deməli, heç olmasa yaşınız 21 yaşdırsa və yükdaşıma sahəsində minimum 3 illik iş təcrübəniz varsa, bu işi müraciət etməyi düşünə bilərsiniz. Sonra başqa bir sürücü ekspeditor işi var, 900 manatlıq. Bu su daşıma şirkəti olmalıdır, Loğman suda olmalıdır yoldaşlar. Deməli, 19 litrlik içməli suların ambardan yük maşınına yüklənməsi və məhsulların zona üzrə müştərilər çatdırılması, təhvil verilməsi işidir. İş sonunda da maşın şirkətə verilir. Əgər sürücülük təcrübəniz ən azı 3 illik varsa, 22-40 yaşlı şəxsinizsə, B kateqoriyanızda varsa, bu işə müraciət edə bilərsiniz yoldaşlar. Sonra növbəti sonuncu bir sürücü işindən də bəhs etmək istəyirəm. Bu da 600-700 manatlıqdır. 25-59 yaşa qədərdir yoldaşlar. Əgər həmin şəxslərdənsə o yaş aralığındasınızsa, bildirim ki, sürücü şəhər daxili Mercedes Atego və Isuzu yük maşınlarını sürə bilməlisiniz. Yəni şəhər daxilində Mercedes Atego və Isuzu yük maşınlarını sürə bilməlisiniz. Sürücülük təcrübənizdə ən az 3 illik olmalıdır. Və bu işə ancaq bu yerdən olan şəxslər müraciət etməlidir yoldaşlar. Kürdaxanı, Zabrat, Pirşağı, Məhəmmədli, Maşdağa, Sabunçu, Razim, Bülbəyi, Fatma, Digah və s. Əgər bu özəlliklər varsa və yaxud da digər sürücü işlərinə də tanış olmazsa, kanala göz gəzdirmənizi tövsiyə edirəm. Təkcə sürücü işi yox, digər işlərdən də tanış olmazsa və yaxud da bu işlərə müraciət etməkdə dəstəkçisinizsə, bir sözlə iş tapmanızda çəsini çəkirsiniz. Sonra bağlı əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunub. Siz bu videonu harda görürsünüz, orada kanala daxil olun. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.